Allah Subhanahu va Taala'ya təvəkkül etmək, Allaha təvəkkül etmək necə olur? Ümumiyyətcə təvəkkül nə olan şeydir? Bunu öyrənmək, bunu bilmək və bunu həyatımıza keçirtməkdir. Heç şübhəsiz ki, bizim bu məsələni öyrənməyə çox böyük ehtiyacımız var. Kaş ki, müsəlmanlar həqiqi mənada başa düşərdilər ki, Allaha təvəkkül etmək nə deməkdir? Allaha təvəkkül etmək, əgər bir insanın həyatında Allaha təvəkkül varsa, o qul həqiqətən də qəlbi səadət içərisindədir. Qəlbi rahatçılıq və qəlbi huzur içərisindədir. Nədən dolayı bu belədir? Nədən dolayı insan Allaha təvəkkül edəndə qəlbi rahat olmaq məcburiyyətindədir? Çünki insan kimə təvəkkül edir? Kimə işlərini buraxır? Yalnız və yalnız güvəndiyi birinə işlərini buraxa bilər. Məgər dünyada bu belə deyil? Yəni insan, hansı bir insan görmüsən ki, öz işlərini güvənmədiyi bir insana deyir ki, sən mənim işlərimdə, sənə güvənirəm, sən mənim işlərimi həll elə. Heç görmüsünüz belə bir şey, insan güvənməsin, ən bəsit işləri belə insan güvənmədiyi bir şəxsə, güvənmədiyi bir insana vəkalət verə bilməz, deyə bilməz ki, mənim işlərimi sənə buraxıram və mən heç narahat da deyiləm. Allahdan başqa bütün güclər, sən nə qədər ki güc var arxanda, düşünürsən ki, bu mənim arxamdadır, mənim bir zəngimə belə, mənim bir zəngimə belə, vallahi Allahdan başqa olan bütün güclər məhkumdur, bitə bilər, labüddür ki, bitsin. Qocala bilər, ölə bilər, vəfat eləyə bilər, rüsvay ola bilər. Çox güclü insan var sənin arxanda. Bədənən, fizikən çox güclüdür. Sən ona arxayınsan, insanların üzərinə gedirsən, zülm eləyirsən, arxanda olan o gücə güvənirsən, bir gecə yatırsan, qalxırsan ki, sabahsı gün həmin insan elə bir xəstəliyə düçar olub ki, qaşığı tutub yemək yeyə bilmir. Allahu akbar. Məgər bu belə deyil? Məgər bunda ağıl sahibləri üçün ibrət yoxdur? Deməli, mömin olan insan başa düşür ki, Allahın xaricində olan bütün güclər hamısı biticidir, hamısı bitə bilər. Zəng vurarsan o güvəndiyin insanlara, sənin telefonunu belə açmazlar. İnsanlar qəlbləri dönükdür. Bugün sənə narahat olma, arxandayıq deyən insanlar sabah gələr ki, sənin zəngivə cavab verməzlər. Səni buraxarlar, səni buraxıb səni tərk eləyərlər. Vallahi bütün güc, qüvvət, həqiqi mənada yarıda buraxmayan, əzəmət sahibi, gücü bitməyən və elə bir Allahdan bəhs edirik ki, o Allah işləri ən incə ayrıntısına qədər bilir axı, vallahi. Allahu akbar. Ən incə ayrıntısına qədər. Dünyada məsələn insanlar necə eləyirlər? Məsələn, mənim bir dərdim varsa, gedib o dərdimi həmin o dediyim güc sahibi olan insana danışacamsa, yardım istəyəcəm axı, ondan kömək istəyəcəm ki, mənim belə bir sıxıntım var. Ha belə fikirləşirəm ki, mən necə adama məramımı çatdırım ki, məni səhv başa düşməsin,